Bismillahirrahmanirrahim. İmam Əli əleyhissalam buyurur: Xəsis adama təəccüb edirəm ki, qaçdığı yoxsulluğun pişvazına gedir, axtardığı zənginliyi əldən çıxarır. O dünyada yoxsullar kimi yaşayır, amma axirətdə varlılar kimi hesabat verməlidir. Həmçinin dünən dəyərsiz nütfə olmuş, sabah isə leş olacaq təkəbbürlü adama təəccüb edirəm. Allahın yaratdıqlarını gördüyü halda və onun yaratdığı hər bir kiçik və böyük, sadə və mürəkkəb məxluqla onun pak zatını dərk etmək imkanı ola-ola Allah barəsində şək-şübhə edən kəsə təəccüb edirəm. Ölüləri gözü ilə görməsinə baxmayaraq, ölümü unudan kəsə təəccüb edirəm. Təəccüb edirəm o kəsə ki, bu dünyanı görə-görə o biri dünyanı inkar edir. Fani evi abadlaşdırıb, əbədi evi unudan kəsə təəccüb edirəm.